Şəxsi müşahidənizdə şagirdlərin ən çox çətinlik çəkdiyi mövzular hansılardır? Ədəbiyyat və Azərbaycan dili fənni hər ikisinə aiddir. Tamam, Azərbaycan dil fənnində şagirdlər daha çox testlə işləməyi bacarmırlar. Yəni onlar qaydanı əzbərləyirlər, amma onu testə tətbiq edə bilmirlər. Və mənim də praktikamda mən özüm Azərbaycan dil fənnini şagirdlərə daha çox test üzərindən başa salmağa çalışıram ki, bunun da bizə bir vəsait kifayət eləmir. Hal-hazırda qəbul imtahanlarının çətinlik səviyyəsində nəzərə alaraq, yəni ən azı 5-6 test tapşırıqlarının üstündən biz bir mövzunu işləməyi bacarırıq. Təbii ki, bunu hər uşağa da şamil etmək olmur. Hər uşağın da çünki götürmə səviyyəsi də fərqlidir. Ədəbiyyat isə xüsusən təkrarı sevir. Ədəbiyyatı uşaqlara dediyim kimi öyrətmək üçün əsər dərindən mənimsənilməlidir. Azərbaycan dilinə daha çox test tapşırıqlarına önəm veririksə, ədəbiyyat üçün bu keçərli deyil. Çünki müəllim əsəri şagirdə dərindən danışmasa, onu başa salmasa, o testi işləmək mümkün deyil. Həqiqətən də çox haqlısınız. Dediyiniz kimi, qeyd etdiyiniz kimi, uşaqlar bunları başa düşməsi üçün müəllim onu öncədən düzgün üsullarla izah etməlidir və tətbiq etməlidir.